Qazanıb gətirmişəm, sayan bu olub. Mən də belə bilmirəm, bəlkə də bu 15 yaşından pul qazanıram, ona görə həmişə mamama gətirib vermişəm, mamam sayıb. Axırda da demişəm, nə qədər oldu, nətər oldu, yəni pulum belə ki, məsələn, indi də məsələn, kaşlokuma baxsam, heç bilmərəm nə qədər pulum var da orada. Ümumiyyətlə, pul saymağı sevmirəm. Lap elə sumkamdan kimsə belə deyəydi, lap götürsə də xəbərim olur ki, burada mən... Sayını bilmirsən. Sayını bilmirəm, heç vaxt bilməmişəm. Evdə məsələn bir 5-10 manat pul olanda deyirəm, amma mənim nə qədər pulum var. Mama deyir ki, bilmirsən, deyir bu qədərdir. Yəni, bilirəm ki, budur da. İnsan üçün... Xaltır budur. Heç vaxtı evladına... Uşaq balaca vaxtında qız toylarına gedirdi. Deyirəm, mən 15 yaşından deyirəm ki... O vaxt gəldi, elə sumkanı töküdü bir üzüqüyle, o da tərif çox yığılırdı. Qız tərifi gəldi, nə qədər tərif gətirdi. Sumkanı töküdü, sonrası gedir yatırır. Sayırdım, gördüm, çoxdur. O vaxtlarda manatları, onluqları nə qədər. Say, yığıldım, qatıydım. Bir dəfə hamısını götürür, təzdən dəstəlib qoydu bura. O vaxt dəbdə idi, adətən analar qızlarınla gedirdi toya, tədbirə. Yaxında olanda gedən vaxtım olurdu. Ən birinci konsertinə getmişəm bunun. Ən birinci tıxıda tələbə, qara yufqa, ak kofta, burada da kalastuk bağlamışdı. 7-ci sinifdə. Getdi, hansı oxudu qocalardı, nədir? Cavanlığa. Mənim cavanlığım bir dənə də qoza kişi oturmuşdu ortada, əlində də gül. Getdi o kişinin başına hərələnə, el oxudu. Camaat hamısı düzaya çapan çaldı. Həttər qaldım, camaatın nətər xoşladı bu qızın oxumanı. Hamı çapan çaldı. Onda da fonogram zadı yox idi. Canlı oxuyurdu o. Ondan sonra da məktəbdə yanındaydı, məktəbdə də bu nətər olsa tükrən hamısı biz oldu, qoymurdu bunu oxumayı, yoyamış. Qardaşım mən qoymurdu oxumağa. Ondan sonra bildim ki... O konsertdən sonra, yəni bəxtim açıldı da, qoydu məni oxumağa. Ki, yəni bu qıza şərait yaratmaq lazımdır. Şərait yaratmaq. Deyir, Mənzurənin bir hobbisi də var imiş. O vaxtlar 5 ildən bir maşınını dəyişirmiş avtomobilini. Demə, dəyişirmiş. İndi nə oldu, dəbdən düşdü. Eləmirsən, 5 ildən bir avtomobil dəyişmirsən? Yox, 10 ildir dəyişəmirəm. Dəyişəmirəm deyəndə fikirləşdim ki, çox ağılsızlıq eləmişəm. O maşını dəyişməyin əvəzinə bir pul gətirən bir yer almalıymışam. Sən də alınmır da Mənzurə biznes, nə qədər danışdıq, müzakirə təsəvvür eləyir. Mən nə qədər pullar itirmişəm maşını dəyişəndə. Gör, ağıllı bir insan onu eləməz də, birinci biznesini qurar. Sonra maşını dəyişər. İndi nə bilim, min şükür,